həkimin yazdığı dərmanın əvəzedicisini almağın müalicəyə mənfi təsiri var? Heç bir təsiri yoxdur. Əgər aldığınız dərman həqiqətən keyfiyyətli və sınaqdan keçmiş bir dərmandırsa, yəni mən sizə A adında, yəni bir adda seftriakson maddəsi yazdım. Siz gedib seftriakson maddəsini eyni qramla, eyni doza ilə B adında aldınız. Bunun sizə heç bir mənfi təsiri yoxdur. Amma mən sizə bir dərman yazdım, tutaq ki, sidik qaçırtmaq üçün. Aptekə getdiniz, aptekdə sırf o dərman yoxdur deyə sizə alternativ bir müalicə təklif elədi. Yəni dedi ki, boş ver bu dərmanı, bu dərman bahalı dərmandır. Səndə sidik qaçırtma deyil ki, mən sənə ucuz bir dənə dərman vereyim, onunla get həll elə. Bu səhvdir. Belə olmaz. Amma mənim yazdığım tərkib maddəsi ilə və Səhiyyə Nazirliyində qeydiyyatda olan keyfiyyətli dərman verilirsə aptekdə, mən buna qarşı deyiləm. Hətta məndən soruşan xəstələrdə deyirəm, ala bilərsiniz. Amma tərkib maddəsini qətiyyən dəyişdirmək olmaz.